Deyir ki, ayaqlarımda, dabanlarımda daima ağrı olur, sancı şəklində də olur. Bu revmatizm əlaməti ola bilərmi? Elə revmatizmin bir əlamət, yeni başlayır. Südü, yumurtanı gün ərzində nə qədər qəbul eləmək olar? Nəyi? Süd və yumurta. Gün ərzində nə qədər? Aha, böyük yaşlı insanlar üçün. Yumurta gündə 2 dənəsini yemək olar. Süd də nə qədər bacarsan yedir. Bu da 500 qram qəbul eləməlidir, karbohidrat. Ayaq sudurqaları adətən nə ilə bağlı olur? Ayaq sudurqaları beldə revmatizmlə. Yalnız beldə olan qrij ilə. Qıc olmalar verir əvvəlcə. Sonra da o qədər, bax buradan sinir çıxır. Bax bu iki fəqərənin arasından 31 cüt sinir var hər fəqərədən arasından biri. Bax bu üstündən basırsa bir neçə sinir lifini qıcıqlandırdı. Fəqərə çıxdı. O hansı əzələni innervasiya edibsə, o əzələni oyandırdı. Elə qrup əzələ var ki, burada 500 lif var. 500-dən 200 lifini oyadıb qıc olma verir. Ayaqda verə bilir qıc olma, hər yerdə verir. Bel qırıcılar verir əsasən bunu. Suallar həddən artıq çoxdur. Mən çalışıram, seçəm ki, verilməyən sualları verməyə çalışıram. Çoxlu sayda izləyicilərimiz sizi sevdiklərini bildirirlər, salamlarını göndərirlər. Sizi Gəncəyə qonaq dəvət edənlər var. Sağ olsunlar. Telefon nömrənizi istəyənlər var. Verin telefon nömrəmi, verin. Mənim telefonum